açıqlama edəcəm. Linç yorumlarından danışacağım. Birincisi, linç yorumları həqiqətən heç vecimə deyil. Bunu deyim bilin. İkincisi də ki, haqqımda yalan, yanlış, yaxşı, pis xəbərlərin hamısından xəbərim var. Məni tanıyanlar bilir onsuz da ki, hansı düzdür, hansı səhvdir. Sadəcə sizlə belə söhbət etmək istədim. Dünən də video paylaşa bilmədim YouTube'da. Ona görə dedim ki, belə bir içerik çıxsın. Açıqlama edeyim. Bugün indi audition çəkməliyəm. Audition videosu da gələcək, necə çəkilir, necə davranmaq lazımdır falan. Bildiklərimin hamısını sizə danışacağım. Sadəcə bunu deyim ki, linçlənməyə görə pis olmadım. Həmcinslərim mənim tərəfimi tutmadı. Halbuki haqsız yerə linçlənirəm. Normalda haqlı da olsan, haqsız da olsan, həmcinslərin sənin tərəfini tutmalıdır da, bilirsiniz. Şəxsən mən elə eləyirəm, mənim tanıdıqlarım da elə eləyir. Amma nə bilim, həmcinslərimin məni linçləməyə mənə biraz qəribə təsir elədi. Nə bilim. Neyse. Bu videomda edit falan eləmədən paylaşacağım. Bir dənə alt yazı əlavə eləyərəm də. Neyse. Belə deyim bilin, linç yorumlara heç vecimə deyil. Sadəcə o qədər yorum gəlir ki, yəni mənim bir dostum mənə yazıb ki, yorumlarıma yazıb da, yazıb ki, mənə takip et, filan şəxsə, mən bu şəxsə, mənə elə yorum yazıb, o mən görməmişəm. Yəni, nə bilim. Yəni deyim xəbəriniz olsun da, linç yorumları heç vecimə deyil. Biri hətta yazmışdı ki, oturub ağlayır yəqin. Vecimə deyil. Linç yorumları heç vecimə deyil. Neyse, deyim bilin, xəbəriniz olsun.